Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün dekabr ayının 24-ü, həftənin çərşənbə günü 2025-ci ildə son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Beyləqanın icra başçısı Əziz Əzizov TikTokda onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib. Belə ki, icra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən də təqsib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Elə ötən gün Ağdam rayon məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh iştirak etməsə də bu qərarın verilməsinə də mane olmayıb. Məhkəmə Əziz Əzizovun tələbini qismən təmin edib. Ağdam sakini icra başçısı barədə işlətdiyi cümlələrə görə təqsib verəcək. Bundan başqa cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq icra başçısına veriləcək. İcra başçısının Ağdam sakinindən üzr gözləməsi isə baş tutmayacaq. Məhkəmə bu tələbi rədd edib.